Dəyərli şagirdlər, standart şəklə aid ədədin tərtibi, qiymətli hissəsinə aid sual nizamına baxaq. 72-də verilib ki, R bərabərdir 3 vurulsun 10 üstü 7. Bizdən bu ifadənin tərtibini soruşur. Yaddan çıxartmayın. Bu qüvvətli olan ifadə olacaq tərtib. Bütün ifadənin özü olacaq ədədin standart şəkli. Bu 3 isə olacaq qiymətli hissə. Vəssalam. Yəni 72-də düzgün cavab D bəndi. 73-də R bərabərdir 15 vurulsun 10 üstü 3 deyir. Standart şəkildə yazın, tərtibini tapın. Bunu standart şəklə gətirmək üçün yazmalıyıq. 1,5 ən sonuncu ədədə yaxınlaşır və tam hissəni atırıq. Olur 1,5 vurulsun 10 üstü. Əvvəl 10 üstü 3 idi. Amma bir dənə ədəd yaxınlaşdığı üçün bu artıq olacaq. Bir vahid artacaq olacaq. 3 plus 1 yəni 4. Artıq bu bizim qiymətli hissə. Qiymətli hissə. Bu bizdə tərtib. İfadənin bütöv özü də standart şəkil. Nəyi soruşur? Yazın və tərtibini tapın. Tərtibi olacaq 4. C variantı. Sonra 74-də R bərabərdir 1,2 vurulsun 10 üstü 4. Deyir, qiymətli hissəni göstərin. Dedik, qiymətli hissə hansıdır? 1,2. Sonra 75-də 18 vurulsun 10 üstü 5. Standart şəkildə yazın, tərtibini tapın. R bərabərdir 1,8 vurulsun 10 üstü 6. Bizdə tərtib olacaq 6 C bəndi. Sonra 76-da deyir ki, ədədlərin hasilinin tərtibini tapın. Yəni A vur B alınacaq. Burada biz tərtib tapmalıyıq. A vur B nə olmalıdır? 4 vur 10 üstü 5 vurulsun 6 vur 10 üstü 11. Baxın, A, B hasili səndəmə nəyə bərabər imiş? 4 vur 6, 24 vurulsun. Onlar əsaslar bərabər. Qüvvətlər nə olacaq? Bəli, toplanacaq. 10 üstü 16. Buradan yazdıq. Hasilinin tərtibini soruşur. Bunu bu formada saxlamaq olmaz axı. Bu ifadədə 2,4 vurulsun 10 üstü 17. Baxın, tərtib budur. C bəndi. Bu qədər dəyərli şagirdlər. Videonu bəyənməyi, abunə olmağı unutmayın. Sağlıqla qalın.